Hörmətli tədbir iştirakçılarını salamlayıram. İlk olaraq uşaqlıq xəttlərindən danışmaq istərdim. Mən hər dəfə mənfur düşmənlərimizlə aramızda olan təmas xəttində atəşkəsin pozulması, döyüşlər və şəhidlərimizin xəbərləri gələndə uşaq təxəyyülümlə bu vəziyyətdən narahat olurdum. Bir də düşünürdüm ki, daha bu xəbərlər gəlməyəcək. Elə o təmas xətti haradırsa, oradan da qəhrəman əsgərlərimiz Qarabağa doğru mübariz addımlarla qələbə yolunda addımlamağa başlayacaqlar. O dövrün daha tez gəlib çatmasını istəsəm də, o hadisələrin düz mərkəzində olmağı lap çox istəyirdim. Bir sözlə, əlimə silah alıb Qarabağı döyüşə-döyüşə azad eləməyi. Amma valideynlərim həm mənə görə duyduqları narahatlıqdan, həm də ümidlərindən deyərlər. Narahat olma, sevindik. Sən böyüyəndə bu məsələ çoxdan həll tapacaq. Qarabağa, xüsusilə də ana yurdum Xocavənd rayonunun Muğanlı kəndi olan həsrətim günü-gündən artırdı. Mən uşaq olanda torpaqlarımızın azad olunacağı günlər birlikdə torpaqlarımızı azad edəcək qəhrəmanlarla fikirləşirdim. Kəndimizi, rayonumuzu, Qarabağımızı azad edəcək komandanı, əskəri, zabiti, hər kəsi uşaq təxəyyülünlə adlı olaraq dünyada ən böyük qəhrəman kimi düşünür və onların kimliyini, o qəhrəmanlar barədə səlis məlumatları öyrənmək istəyirdim. Ədəbi fəaliyyətimin davamında onların, o əvəzsiz qəhrəmanların düşmənə qarşı silah tutan əllərini söz qızılına, şeir, məqalə yaxşına tutmaq istəyirdim. Amma bunun üçün əvvəlcə o məqamın yetişməli olmasını bilirdim. O məqam yetişəndə, yəni 27 sentyabr 2020-ci ildən başlayan və Şuşa zəfəri ilə tazlanan zəfər yürüyüşü 3 illik intizardan sonra 2023-cü ilin 20 sentyabrında 23 saat 43 dəqiqəlik antiterror əməliyyatları ilə sona yetəndə kəndimiz, rayonumuz, Qarabağımız azad olunanda və Azərbaycanımızın ərazi bütövlüyü tam bərpa olunanda anladım ki, o komandan, Ali Baş Komandanımızdan, o əsgərlər də 10 minlərlə qəhrəman döyüşçülərimizdən və 200-dən çox şəhidimizdən başqası deyil. Qəlbində yetişdirdiyim qəhrəmanlar elə onlardır. Döyüşçülərimizin hamısının adını bilmədiyimdən təəssüflənsəm də, yazılarımda onların hər birini bir qəhrəman kimi ümumiləşdirib ədəbi bir abidəyə çevirməyə çalışmışam. Antiterror əməliyyatında şəhid olan incitlərimizlə bağlı ərəmdən gələn olaraq nəyi və necə edə bilərəm sualı isə keçən ildən bizə ayıran bu bir neçə müddət ərzində hər an beynimi, ağlımı, fikrimi məşğul etdi. Onların hər biri haqqında şeir və ya məqalə yazmaq, bir ilə tanımlamaq istədiyim kitabın layihəm üçün çox uzun bir vaxt alardı. Ona görə də şəhidlərimizin hər biri haqqında dünyaya gəldikləri gündən şəhidliyə yüksəldikləri günə qədər olan həyatları haqqında yığcam olduğu qədər də zəngin bioqrafiyalar yazmaq, araşdırmaq və toplayıb tərtib eləmək qərarına gəldim. Bir anda yorulmadan, usanmadan, əksinə, sanki hər səhifədə şəhidlərimizin ruhları ilə söhbət edir. Onların bu çətin, ancaq şərəfli işdə xeyir dualarını alıb özümə enerji yığırdım. Gəldiyim vaxtların sonunda isə günlərimin, həftələrimin, aylarımın və bir ilimin zəhməti bahasına başa gələn suverenliyimizi təmin edənlər adlı kitabım işığınızı gördü və şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək, sizin kitabxananızı zənginləşdirmək üçün hazır hala gətirildi. Kitabda bütün antiterror şəhidləri haqqında tərtib elədiyim bioqrafiyaları, həmçinin bir şeir və 2 məqaləmi oxuya bilərsiniz. Hər kitabımla bağlı olan düşüncəm bu kitabımla da bağlı eynidir. İnanıram ki, kitabımı sevə-sevə oxuyacaq və gələcək günlərimin məhsulunu lazımınca qiymətləndirəcəksiniz. Ona görə ki, bu kitab bol zəhmət və əziyyətlə bərabər həm də bol vətən sevgisiyle yazmışdır. Ən çox mənə rahatlıq verənsə odur ki, qəhrəman şəhidlərimiz kitab ilə Qorqud dastanındakı qəhrəmanlar kimi bu kitabla min illiklər yaşayacaqlar. Şəhidlərimiz şirin canlarının vətən torpaqlarının azadlığı və suverenliyimiz, ərazi bütövlüyümüz üçün fəda edirlər. Bu min illikləri yaşamaq onlar üçün çox azdır. Çıxışımın sonunda başda Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi və şəxsən çox hörmətli akademikimiz İsa müəllim Həbbəyliyə, AMEA Mərkəzi Elmi Kitabxanasının rəhbərliyinə, bizim üçün əziz olan şəhidlərimizin əziz ailə üzvlərinə, ümumilikdə tədbirdə əməyə keçən və iştirak edən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Sonda vətən müharibəmizin ilk günü torpaqlarımızın azad edildiyi, azad olması ilə bağlı gələn ilk xəbərlərin sevinci və coşqusu ilə yazdığım Var ol Azərbaycanım şeirimi səsləndirmək istərdim. Əvvəlcədən qeyd edeyim ki, şeirimi o günlərin coşqusu ilə zəfər günü ifadəsi ilə başlamışdım. O gün təsəvvür edə bilməzdim ki, həmin gün hamımızın qəlbində və yaddaşında anın günü olan əbədi yanılacaq. Var ol Azərbaycanım. Bu gün zəfər günüdür. Səfərlərdə ad saldıq. Dedik bəsdir yurdumuza minlərlə yad saldıq. Cocuq mərcanlığımızda Qarabağ abad saldıq. Biz sən üçün varıq.
var ol Azərbaycanım. Poladların qisası bizim amalımızdır. Qarabağın minvalı bizim minvalımızdır. Azərbaycan həm Altay, həm də aralımızdır. Biz sənin üçün varıq, var ol Azərbaycanım. Bizim üçün ağırdır hər bir şəhid xəbəri. Budur dünya qanunu, dünya qəzo, qədəri. Yetər və bitməlidir Qarabağın dərd səri. Biz sənin üçün varıq, var ol Azərbaycanım. Biz ki sənsiz heç kimik, ruh ver bizə hər zaman. Ruh ver ki cəhənnəmə vasil olsun Hrantyan. Qələbənin mənası sənsən, ey Azərbaycan. Biz sənin üçün varıq, var ol Azərbaycanım. Bu deyildir şeirimin, sözümün son kəlməsi. Çox eşidilməlidir aslanımın nərəsi. Qarabağ Azərbaycandır və nida işarəsi. Allahımla sən bizə yar ol Azərbaycanım. Biz sənin üçün varıq, var ol Azərbaycanım. Biz sənin üçün varıq, var ol Azərbaycanım. Sağ ol, Allah korusun sana baba.